Əgər səndə bu simptomlar var və anında müdaxilə etmirsənsə, şuurun pozulması və komatoz vəziyyət yarana bilər. Əllərdə titrəmə, soyuq tər basması, huşun itməsi, bulanıq görmə, ürək döyüntü artışı. Bu simptomlar hipoqlikemiyanın əlamətləridir. Hipoqlikemiya nədir? Əgər şəkər salıcı dərmanlar istifadə edirsinizsə, şəkərin 70-dən aşağı olması, şəkər salıcı dərmanlar istifadə etməyənlərdə şəkərin 40-dan aşağı olması hipoqlikemiyadır. Hipoqlikemiya zamanı ilkin müdaxilə nədən ibarətdir? 200 ml meyvə suyu və ya 3-4 qənd əlavə edilmiş 1 stəkan su içə bilərsiniz. Və 15 dəqiqə sonra şəkər təkrar yoxlanılır. Əgər yenə də normadan aşağıdırsa, bunu təkrarlayırıq. Hipoqlikemiyanın, yəni şəkərin normadan aşağı düşməsinin səbəbləri nələrdir? Bəzən yeməyi gecikdirmək, normadan çox hərəkət etmək və yemək yeməmək, bunlar şəkərin anidən düşməsinə səbəb ola bilər. Şəkər salıcı dərmanlar istifadə edənlərdə isə dərmanın dozasından asılı olaraq şəkər anidən düşə bilər.